Şəhidlərimizi unutmayaq əziz xalqım. Biz sizin üçün canımızdan keçdik. Qanla yazılan bu tarix 27 sentyabr bizim uğurumuzun başlanğıcı oldu. Gəlin şəhidlərimizi bir dəqiqəlik sükutla yad edək. Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbir versin. Bugün biz 27 sentyabr Vətən Müharibəsi şəhidlərinin ziyarətinə gəlmişik. Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyi olaraq. Allah'tan cəmi şəhidlərimizə rəhmət diləyirəm. Məkanları uca olsun. Bu günlərin 27 sentyabr şəhidlərimizin anım günüdür. Biz Azərbaycan xalqı olaraq heç bir vaxt şəhidlərimizi unutduruq və unutturmayacağıq. Mən Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin sədri Zülfü Rızaquliyevin adından və bütün veteran cəmiyyətinin kollektivi adından şəhidlərimizə Allah'tan rəhmət diləyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları uca olsun. Allah qazilərə can sağlığı versin. Allah Azərbaycan ordusun, Azərbaycan prezidentini qorusun. Allah Azərbaycan xalqını qorusun. Allah Taala bir daha Azərbaycan torpaqlarında müharibələr göstərməsin. Amin. Allah size değmesin. Sağ olun. Bugünkü gün yığışıp ziyaret ettik yanımız. Allah bütün şehitlerimize rahmet eylesin. Bugün 27 sentyabr bildiğimiz kimi Azərbaycan Respublikasında hər bir yerdə anım gün kimi qeyd olunur. Allah şəhidlərimizə rəhmət eləsin. Allah şəhid valideynlərinə, şəhid övladlarına, şəhid doğmalarına səbir versin. Allah'tan xalqımıza gözəl gün nəsib etməyini arzulayıram. Allah bir daha xalqımıza pis gün yaşatmasın inşallah. Şəhidlərimizə Allah rəhmət eləsin. Ruhları qarşısında baş əydik. Öz adımdan və Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyi adından şəhidlərimizi Allah'tan rəhmət diləyirəm. Qazilərimizə can sağlığı. Allah şəhidlərimizə rəhmət eləsin. Allah xalqımızı qorusun.
Bugün 27 sentyabr Azərbaycanda anım günüdür. Allah cəm şəhidlərimizi məqamımızda eləsin. Allah şəhidlərimizin valideynlərinə səbir versin. Hər bir şəhid valideynin qarşısında baş əyirəm. Gördüyünüz kimi də bizim şəhidimiz Beyləqan rayonunun Şək qəsəbəsinin şəhidi baş leytenant Fərid Nağıyev qazi qardaşlarımıza şəhidlərimizin ziyarətinə gəlmiş. Allah şəhidlərimizin məqamımızda eləsin. Bəli. Mən xidmətə başlayandan biz Şahinlə post yerində xidmət eləmişik. Həmişə biz oradan qarşı tərəflərə baxanda deyirdik ki, günlərin biz oraya gedəcəyik. Bu günlərin Kirs dağı görsənirdi. Bəlkə də siz tanıyırsınız. Füzulinin Qoşa silsiləsindən Kirs dağı görsənirdi. O Kirs dağına həmişə arzu edirdik ki, biz gedib çıxaq. Allah getdik çıxdıq da. Şahinin mən döyüş yolunu da bilirəm. Düzdür, bir yerdə döyüş yolu keçməsəydi, ayrı-ayrı nöqtələrdə olsaq da, onun yanında olan döyüş yoldaşlarından da mən bilirəm, maraqlanmışam. Çox gözəl və canfəşanlıqla igidcəsinə döyüşür və şəhid olur. Allah ona rəhmət eləsin, Allah onun minvalında bütün şəhidlərimizə rəhmət eləsin. Zirvələrə yazıbdır sonun, tankı şaya da getdi irəli, dostları düşməndən qisas aldırar. Bəlkə mümkün elə şahirin özünü şaya aparardılar. Şahin göylərdə pərvaz eyləyir, adı tək şahinə döndü göylərdə. Dillərin əzbəri olan qəhrəman dastanın dolaşır indi hər yerdə. Müəllim məsələn. Bugün bütün Azərbaycanda 27 sentyabr anım günüdür. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məqamını uca eləsin. İstər 1-ci Qarabağ müharibəsi, istər də Vətən müharibəsi şəhidlərinin yerləri cənnətdir. Allah sizin də köməyiniz olsun ki, bugün gəldik 27 sentyabr anım günüdür Azərbaycanın hər tərəfində. Allah rəhmət eləsin.